Salam, hər vaxtınız xeyir uşaqlar. Artıq uzun bir yorucu yolun sonuna demək olar ki, gəlib çatmışıq. Artıq imtahan vaxtı gəldi çatdı. Sabah birinci zona üzrə imtahanın vaxtıdır. Sizə uğurlar arzulayıram. İnşallah yüksək nəticələrlə imtahanlardan çıxarsınız. Deməli, mütləq şəkildə passive voice-dən bir dənə sual düşür deyə istədim 2 dənə, 3 dənə passive voice-a aid sualları yenidən təkrarına baxaq. Deməli, 17-ci sualda He read a few articles from the newspaper. İlk öncə baxırıq nəyə? Zamanına və bir də mübtədasını tapırıq. Mübtədamı tapdım ki, feildən sonra gələn isimdir. A few articles. Və zaman hansı zamandır? Read üç sırası da eyni olan feildir və əgər feildə s yoxdursa, deməli keçmiş zamandır. Deməli, a few articles keçmişin passivi necə düzəlir? Was verb verb iç vasitəsilə. A variantında verbin birləşməsi yoxdur. Atıram. B variantında passiv quruluş deyili, C variantı zamana uyğun deyili, indiki zamandır. D variantı bəli, düzgün variantımızdır. Y variantı isə yanlışdır, çünki bitmiş zaman yox idi. Birinci cümləmizdə, ona görə yanlışdır. 21-ci suala baxırıq. They decorate the hall before Christmas. Deməli, baxırıq nəyə? Mübtədamız nədir? Fiildən görə sonra gələn isim, the ball. The hall. Sonra, zaman hansı zamandır? Decorate indiki zamandır. Passivin indiki zaman quruluşu necə idi? Am, is, are, verb iç quruluşuydu. Ona görə elə yalnızca burada A variantı düzgündür. Is decorated. Geri variantlarda isə zamanlar düzgün formada verilməyibdir. 26-cı sualda The fire had destroyed the building. Tapırıq mübtədamızı. The building. Zaman hansıdır? Has destroyed. Bitmiş zamanların passivi necə düzəlir? Has been, have been verb iç vasitəsilə. Deməli, buna əsasən A variantını atırıq. B variantında həzin yanında bini olmasa yanlışdır. C variantını atırıq. Was var. Keçmiş zamandır. Sonra nədir? Building. Mübtədamız the fire deyil. The buildingdir. Ona görə D-ni atırıq. Qalır nə? Y variantı. 29-cu sualda I spent all my money on food. Zamanımız hansı zamandır? Keçmiş. Spend t-ya çevrilirdi. All my money bizim mübtədamız. Qoyuruq önə. Və keçmiş zamanın passivi necə olurdu? Was, were, verb iç vasitəsilə. Buna əsasən elə düzgün variantımız B variantıdır. A variantında isdir, indiki zamanda yanlışdır. C variantı yenə yanlışdır. Həm həzin yanında bini olmalıdır. Ümumiyyətcə birinci zamanda da has been falan bitmiş zaman quruluşu yox idi. Ona görə yanlışdır. D də buna görə yanlışdır. Y də passiv quruluş da deyil. 37-ci suala da baxaq. Deməli, they will publish the book for the first time. Birinci mübtədamızı tapırıq. Feildən sonra gələn isim. The book. Oldu bizim mübtədamız. Və zaman hansı zamanda? Gələcək zaman. Gələcəyin passivi necə düzəlirdi? Will, be, verb iç vasitəsilə. Buna əsasən A variantında will'in yanında be-si yoxdur. B variantında will'in yanında be-si yoxdur. C variantı, bəli, düzgün quruluşdur. The book will be published by them. Və əvəzliyin də yanında nə var? By verilib, düzdür. Və D variantında Z gəlibdir. Təzədəndən biz Z ilə verə bilmərik. Passivdə olanda Z book-dan olmalı idi mübtədamız. Y variantı da yanlışdır. Düzgün variantımız C variantıdır. 45-ci suala da baxaq. They have settled the problem. Mübtədamız olur nə? The problem. Və bitmiş zamanlarda necə idi? Passivi have been, has been, verb iç vasitəsilə. Və the problem təhddə olduğuna görə biz have been yox, has been formasından qayıtmalıyıq. The problem has been settled. Y variantı düzgün variantdır. Ümidvaram ki, bu təkrar sizin üçün faydalı olar və digər mövzulardan da bir neçə sualların təkrarına baxarıq. Kanala abunə olun, rəy yazmağı unutmayın.